Salam xanım, mən niyə tez-tez əsəbləşirəm? Səbəb nədir xanım? Səbəb əslində bilirsiniz necə tez-tez əsəbləşən insanda səbəb odur ki, biz necə insan həyatını istədiyi şəkildə yaşaya bilməyəndə, yəni vaxtında dincəlməyəndə, məsələn deyirəm, amma bilmirəm sizdə dəqiq nədir. Özünü müdafiə edə bilməyəndə yetərincə, yəni kimsə onu tutan daim əzirsə, kimsə ona daim bir baskı göstərirsə, hə, yəni ki, istədiyi qədər dincəlmirsə, istədiyi qədər əylənə bilmirsə, istəmədiyi bir insanlarla yaşayırsa, istəmədiyi işdə çalışırsa, yəni istəmədiyi bir şeylər var ki, burada insan daim əsəbidir. Bəlkə bir də görürsünüz analizlər versəniz, hə, ola bilər burada bəlkə hormonal bir disbalans var, bəlkə hormonlarda da dəyişiklik olanda əslində, amma onu artıq sizə endokrinoloq deyə bilər.